Keçmiş haqqında pəhpəhlə danışan insanlar əslində indiki zamanda xoşbəxt deyirlər və gələcəklə bağlı heç bir ümidləri yoxdur və ya planları yoxdur. Hər insanın həkimi elə özü olmalıdır. Amma insan özünü görmür axı. Sevgilisi atıb, xəyanət olub, sonra işdən qovulublar və s. Bunlar hamısı belə toplanır və indiki zamandan insanın enerjisi ora axır. Gözləyirik ki, bıçaq sümüyə dirənsin. Sonra da gedək xalatlara müraciət eləyək ki, gəlin bizi xilas eləyin. Bəs narahatçılığı bizə verən kimdir? Biz özümüz yanlış dünya görür. Axı içimizdədir o bizim. Düzəlməyib də. Siz tam yetişəndə o istədiyinizə çatacaqsınız. Hələ ki sizi döyürlər. Mənə də çox döyüblər. Biz düşünün ki, qartallarıq, gedib başımızı soxmuşuq hinə. Blok qoymayın bilgiyə. Bir şeyi qəbul eləmirsinizsə, bir şeyi hələ sizə çatmayıbsa, o demək deyil ki, o yoxdur. Erkin Qiyasi 1979-cu ildə Bakı şəhərində doğulmuşdur. 285 nömrəli orta məktəbdə təhsil alıb və daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində təhsilini davam etdirib. Təbiətdə aktiv istirahət etməyi və balıqları çox sevir. Əsas hobbisi isə araşdırmaçılıqdır. Ailəlidir, 2 övladı var. Peşəkar video və podkast çəkilişlərinizi ən son avadanlıqlarla təmin olunmuş Biznesgar komandasına həvalə edə bilərsiniz. Həmçinin çəkiliş üçün otaq və səs avadanlıqları, kamera və işıq aksesuarlarının icarəsi mümkündür. İlkin müəllim, xoş gördük. Xoş gördük. İlkin müəllim, sağlam həyat nə deməkdir? Birinci, biz doğru olaraq həmişə hər bir şeyin kəlməsinə, kökünə getməyə çalışırıq ki, ümumiyyətlə bu sözün mənası nədir və içəriyi nədir? Sağlam sözün kökündə sağ dayanır. Bizim yaxınlarda çəkdiyimiz sağ və sol haqqında videorolikimiz də var. Düzdür, insanlar solaxaylar hamısı tökülürlər üstümüzə ki, bizim nə günahımız var. Yəni, sağ kəlməsi insanın ümumiyyətlə sağ tərəfi indiki və gələcək zamana aid bildirir. Yəni, bizim bədənimizdə sağ tərəfimizdə yaranan problemlər bizim indiki və gələcək zamanımıza aid hansısa yaxınlarımızla bağlı energetik, informatik zədələrdən xəbər verir. Sol tərəfimiz isə bizim keçmişimizlə bağlı. Yəni bu bizim valideynlərimiz də ola bilər, keçmiş iş yoldaşlarımız da ola bilər, həyat yoldaşlarımız da ola bilər və s. və l. Yəni sağ deyəndə bizim sağ kəlməsi həm tərəf bildirir, həm də sağ qalmaq sözü var da, yəni sözün kökündə sağ var. Sağlığı var. S hərfi özü də həm işığı bildirir, həm sonsuzluğun yarısıdır. Bəli. Yəni o sağlamlıq deyəndə ilk növbədə sən rusca deyirlər, здесь сейчас, indi və burada olmalısan. İndi və burada olan insan sağlam olur. Yəni gələcəyə yönəlik olur, hədəfi olur adamın ki, gələcəyə gedir. O insanlar var, deyirlər ki, keçmişdə yaxşı idi, hayf deyildi, məsəl üçün deyirlər, Sovet vaxtı belə. O elə keçmiş haqqında pəhpəhlə danışan insanlar əslində indiki zamanda xoşbəxt deyirlər və gələcəklə bağlı heç bir ümidləri yoxdur və ya planları yoxdur. Özlərini dartırlar keçmişə. Bu insanlar çox hallarda xəstə olurlar. Çox hallarda xəstə olurlar. Bəs yaxşı xəstəlik necə gəlir? Xəstəliyin kökü əslində ruha bağlıdır. Yəni bir şeyi bilmək lazımdır ki, insanın bədəninin, bu orqanizmin təminatını götürsək, faizlərə bölsək, bunun 90%-ni ruh təmin eləyir. Cəmi 10%-ni maddi faktorlar təmin eləyir. Biz düşmüşük 10%-in üstünə 90-ı qurtarmağa çalışırıq. Amma əksinə olmalıydı. Yəni, tibblə, bu birisi, belə deyim, elmlər, ruhsal elmlər əslində vəhdətdə çalışmalıdırlar. Orqanizm kompüter kimi bir bütöv sistemdir. Yəni, düşünün ki, bir kompüter aparırsınız IT-şnikə, deyirsiniz ki, bunu təmir eləmək lazımdır. İndi hansısa proqram qatında nəsə problem yaranıb. O da deyir ki, mən ancaq bunun video kartına baxıram. Mən ancaq bunun klaviaturasına baxıram, mən ancaq bunun ekranına baxıram. Yəni, mənim bir dənə sözüm var, həmişə deyirəm ki, müasir tibb, həkimlərdən dönə-dönə üzr istəyirəm. Mən heç kimi alçatmaq istəmirəm, sadəcə yanaşmanı deyirəm ki, nə dərəcədə aydın olsun. Yəni, virus düşəndə, kompüterə virus düşəndə üstünə spirt tökürlər.
Spirtlə hard diskdəki virusu təmizləmək mümkün deyil. Ona mütləq şəkildə antivirus lazımdır. Bərabərdir, güclü immunitet lazımdır və o immunitet daima yenilənməlidir, update olunmalıdır. Update də təbii dünya görüşü ilə olur. Aha. Necə düşünürsünüz? Məsələn, həkimlərin bunu ruhsal aləmi qəbul etməməsinin səbəbi bəlkə nəticə olaraq, tam olaraq reallıq onlara göstərə bilmirik. Tibb əslində daha çox nəticə ilə işləyir deyənə və nəticəni aradan qaldırır deyənə, həqiqətən də qaldırırlar nəticəni aradan, amma o nəticə təzədən təkrarlanır və daha şiddətli formada təkrarlanır. Yəni bunlar şahid olurlar ki, sağaltmadılar da, sadəcə pastı belə deyim, turbanın üstünə kaska çəkdilər və o pas qaldı altda. Əslində pası təmizləmək lazım idi və yaxud da ki, bilmək lazım idi ki, o turbada pas niyə yaranır? Məsəl üçün, turbada pas niyə yaranır? Ona su və hava daima ardıcıllıqla dəyəndə, o daima suyun içində qalanda paslanmır. Çox dəyərli izləyicilərimiz, bizi hər zaman dəstəklədiyiniz üçün sizə minnətdaram. Kommentlərinizin hər birini oxuyuruq. Hər biri çox gözəldir, özəldir. Etdiyiniz dualara görə sizə minnətdarıq. Bu qədər faydalı olacağımızı bilməzdik. Bunu bizə yazdığınız üçün, yansıtdığınız üçün sizə minnətdaram. Təşəkkür edirəm. Sizdən çox kiçik bir ricam olacaq. Bizim hansı ki videolarımıza baxış həddindən artıq çoxdur. Ümumi olaraq 6-8 milyondan artıqdır. Amma statistikada, rəqəmlərdə biz bunu görə bilmirik. Bizə dəstək olmaq istəyirsinizsə, bizə kömək olmaq istəyirsinizsə, bu yolda bizlə bərabər əl-ələ getmək istəyirsinizsə, çox rica edirəm sizdən bizim kanalımıza abunə olun və həmişəki kimi öz kommentlərinizi də bizdən əsirgəməyin. Təşəkkür edirəm. Necə düşünürsünüz? Hər insanın həkimi elə özü olmalıdır. Amma insan özünü görmür axı. İnsan özünün həkimi və hakimi olmalıdır ilk növbədə. Biz hər şeylə məşğul oluruq. Telefonumuzla, geyimimizlə, nə bilim, gigiyenik vasitələrimizlə, hər şeylə, nə bildiyiniz, yəni hər bir şeylə məşğul oluruq. Bir dənə bizim bu can sağlığına gələndə bizim canımız çıxır. Biz özümüzlə məşğul olmuruq, istəmirik, ən axıra saxlayırıq. Gözləyirik ki, bıçaq sümüyə dirənsin, sonra da gedək xalatlara müraciət eləyək ki, gəlin bizi xilas eləyin. Bir şey başa düşmək lazımdır ki, İnsan özünün xilaskarıdır. Necə? İnsan təbii dünya görüşünə malik olmalıdır. Mən həmişə dediyim bir söz var. Meşədə siz nə banka, nə klinikaya rast gələnmərsiniz. Amma orada nə kasıb heyvan var, nə də xəstə heyvan. Onlar bilirlər, təbii yolla yaşayırlar və onlar heç vaxt, belə deyim də, bir keyf görmərsiniz. Yəni bir dənə canavarın oturub, hansısa bir şikarı əlindən qaçandan sonra ağacın dibində oturub siqaret çəkib araq içdiyini görmərsiniz ki, mənim bu bir keyfdir də, yəni. Bunu insan eləyir. Sadəcə insan o qədər iradə azadlığı verilib ki insana. İnsan özünü o iradə azadlığını müsbət yöndə yox, mənfi yöndə inkişaf elətdirib. Hər şeydən şikayətçi, hər şeydən narazı və bu narazılıqlar da o ruhu sıxır. Çünki ruh bizi bu bədənin sponsorudur, belə deyək, prodüseridir, layihəçisidir. Bizə belə deyim, bütün şəraiti yaradıb ki, biz təcrübə toplayaq. Bizim ruhumuz bizim müsbət emosiyalarımızdan qidalanır. Əvəzində enerji verir. Biz bir keyf olan kimi oradan klapanı bağlayır ki, bu bir keyfdir, mən bu ilə qoşulmaq istəmirəm. Onda... Və enerji kəsiləndə də artıq xəstəliklər baş qaldırır bədəndə. Xəstəliklər ümumiyyətlə bir xəbərdarca edicidir. Yəni, hansısa bir insan çox ağır xəstələnməyi birdən-birə olmur. Bu uzun illərin yanlışları yığılır, axırda gəlib bir şey çıxır. Və biz düşürük yenə də maddi tərəfin üstünə. Ki, buradan həll eləyim buna. Məsələ orada təmin mən dediyim 90% tərəfdədir, ruh tərəfdədir. Oradan baxmaq lazımdır ki, orada nə baş verib. Məsələn, ən ağır xəstəliklərdən sağalan insanların həyatına baxsaq, onlar həyatlarında 180 dərəcə dəyişiklik eləmiş insanlardır. Və bu dəyişiklikdə təbii dünya görüşüdür. Bu belə spiral kimi düşünün. Yəni insan inkişaf elədikcə o 180 dərəcə daima inkişaf eləmir. Həmişə dəyişməlisən. Bir qəlibdə qalmalı deyilsən. Sən qəlibdə qaldıqca orada necə deyim, çürümə baş verir. Heç vaxt onda çatmırsan, həmişə yolda olursan. Bəli, həmişə inkişafda olmalısın. Bütün kainat daima təkamüldədir.
Yəni yaradılışın təməl qanunudur təkamül. Təkamülsüz, yəni bu bitər və təkrarlanar və maraqsız olar. Bəs onda xəstəliyimizi özümüz sağaltmağımız üçün nə etməliyik? İlk növbədə biz orqanizm necə işləyir, onu başa düşməliyik, dərk eləməliyik ki, bu sistem necə işləyir. Və sadə deyəndə baxsaq, yəni bizim can sağlığı paketində bunun çox belə asan üsulları təqdim olunub. Yəni kim bizə konsultasiya sonu, seans üçün müraciətlər edirlər və biz imtina edirik bunlardan. Əslində deyirik ki, siz can sağlığı paketini alın, əldə eləyin, şahid olun, tətbiq eləyin. Baxın, ümumiyyətlə siz konsultasiya eləyəndə mən sizə deyəcəm get filan şeylə, ola bilsin ki, siz deyəsiniz ki, bu nə danışır? Mən gəlib deyəcəm ki, alma ağacının başına 3 dəfə vururam. Güləcəksiniz ki, bu nə deyir? Məsəl üçün deyirəm də. Amma yəni bilmək lazımdır ki, bu fırlanmağın səbəbi nədir? Bu sizdə nə problem var? Yəni ona görə insan ilk növbədə sadə formada başa düşməlidir ki, orqanizm necə işləyir və hansı hallarda bu xəstələnir. Ümumiyyətlə xəstələnmək təkcə mənfi ilə bağlı deyil. İnsan enerjisi də çoxalanda orqanizmin diaqnostik mərkəzi var. Özünün diaqnoz mərkəzi var. Və ən çox enerji aparan da odur. Beyindir. Beyin deyil, ümumiyyətlə bütün sistemdir. Aha. O sistem təyin edir ki, filan yerdə xəstəlik var, enerji bol olanda. Deyir ki, filan yerdə xəstəlik var, beyinə siqnal gedir. Burada xəstəlik var, bunu xahiş edirəm, məsəl üçün bura 50 qram enerji ayırın, bunu mən bərpa edeyim. Və o simptomu çıxardır ortaya. Simptomu çıxardandan sonra orqanizm başlayır onu bərpa eləməyə. İmkan versək. Biz o simptomu kimya ilə vururuq başından, öldürürük, söndürürük simptomu. Yəni bədənimizin... Bəli, və hansısa bir simptomu söndürürük ki, yox, sən bunu, məsələn, qrip olmusan, səndən soyuq dəymə axıntı vasitəsilə çıxır, ya da ki, qarın getmə olur, soyuq dəymə çıxmalıdır, biz onun qarşısını alırıq dərmanla. Ki, yox, uşağın qarnı getməsin və yaxud da ki, bizim qarnımız getməsin, yaxud da burnumuz axmasın. Soyuğu qoymuruq çıxmalı, saxlayırıq orada, ağzını bəş-bəş bağlayırıq ki, sən burada qal. Hə. Yəni, enerji bolluğu da insanı xəstələndirə bilir. Yəni, ona görə də sadəcə o xəstəlik bu birisindən fərqlənir. Orada biraz gümrah olursan. Xəstə olursan, amma gümrah olursan. Yəni, biz bu uşaqlarla bunun hamısının şahidi olmuşuq. Orada təqdim olunan üsulları yerinə yetirmişik. Bizim təqdim edildiyimiz o paketdə əsasən ruhi məsələlərdir. Yəni, belə deyim də, tutam ki, gelirsiniz vulkanizasiyaya, maşınınızın təkəri bıraq. Tibb belə işləyir də. Vulkanizasiyada götürür, təkəri doldurur, deyir, yaxşı yol. Axtarmır ki, hardadır, buraxan yeri. Nədən olur? Səbəbi axtaran yoxdur. Çox nadir, mən rast gəlməmişim həyat təcrübəmdə. Səbəb axtaran və ya soruşan və yaxud da ki, bunu analiz eləyən. Hə. Amma bu paketdə biz məhz səbəblə məşğul oluruq. Biz enerjini... Çox çətindir. Onu şəxsən bilməyə ehtiyac yoxdur. Sadəcə orada proqramlar var. Biz bilirik ki, insanın xəstələnməsi iki halda baş verir. Ya enerji soğurulması, ya enerji bolluğu vəziyyətində. Əgər enerji boldursa və insanın ümumiyyətlə enerjisi bol olanda o Birləşmiş Qablar haqqında video çəkmişdik, yenə də fiziklər tökülmüşdü üstümüzə. Birləşmiş Qablar qanunu nə deyir? Yəni, bərabərləşənə qədər mayelər axırlar da bir nöqtədən, bir qabdan digər qaba. İnsan enerjisi də elədir. Məsələn, burada oturmuşuq 3-4 nəfər, mən bol enerji ilə gəldim, sizin hansınızdasa enerjilər azdır. Biz dördümüz də bərabərləşənə qədər məndən enerji axır. Və mən gedirəm evə, təsəvvürən böyük bir kollektiv, hamısı da enerji çatışmazlıq, hamısı narazı, bir keyf, şikayətçi bir insanlar. Mən də gülən, belə danışan bir adam, gəlirəm, girirəm ora, hop, sorular, mən də oldum onlardan biri, bozardım. Mən yaşlıydım, oldum bir dənə saralmış bir yarpaq. Evə gedirəm, artıq vəziyyət pisləşir. Çünki mən qoşuldum, hamısından mənim enerjim axdı getdi. Yəni, bizdə orada üsullar var ki, həm olduğun müddətdə səni heç kim soğurmasın, qapaqlar qoymaq var. Bağlamaq. Bəli, bağlamaq var. Həm lap qaçırtdın da indi, oldu ki, elə bir yerə getdin ki, orada onu eləmək mümkün olmadı və yaxud da yadından çıxdı. Gəldin evə, bütün hara nə paylamısan, qaytarın, xahiş edirəm. Amma İlkin bəy, misal üçün mən özümdən danışırım.
Misal üçün gündəlik rutinlərim var da, deyim ki, gəzəndə, meditasiya eləyəndə, nə bir fly yoqada bir 20 dəqiqə məşq eləyəndə, bu mənim bütün günümü gecə belə saat 1-dir, məsələn, yatmalıyam da mən bu vaxt oyaq qalmıram. Bəli. Yata bilmirəm. Məsələn, gedib uzanıram, göz açıq oluram. Amma bəzi məsələlər var ki, məsələn, rutinimin birini qaçırdanda, məsələn, bir dənə bir pis xəbər eşidəndə enerji düşür. Bunu enerji balansda saxlamağın özü çox çətindir. Məsələn, mən görürəm də. Enerji düşdüsə hamısı düşür bir-bir. İş düşür, alınmır, ailə, uşaq dağılır. Getdiyin iş alınmır. Gözəl. Bunu tarazda saxlamağın özünü mən balanslaşdıra bilmirəm heç. Bu necə olur? Bunun kökündə yenə də mən məsəl üçün uşaqlarımıza da, dostlarımıza da belə dostlar arası hələ ki təlimlər keçirik. İndi sentyabrdan planlaşdırırıq. Azərbaycanda da elan verib bu təlimləri keçək. Təbii dünya görüşü ilə bağlı. Çünki bir şey yadda saxlamaq lazımdır ki, bütün texnologiyalar, üsullar təbii dünya görüşünün yanında heç nədir. Bu Dünyanın necə? ən güclü dərmanları belə. Aha. Yenə deyirəm, mən meşəyə gedəcəm yenə. Yəni oradakı ağaclara, otlara, çiçəklərə, arılara, yəni onlara baxmaq lazım ki, onlar necə yaşayırlar. Biz bilirsiniz necə varlığıq. Biz hər bir şeydə çox dilxor oluruq. Təbii dünya görüşü isə hadisə baş verir. Mənim həmişə dediyim bir söz var da, insanın xoşbəxtliyi və bədbəxtliyi onun öz həyatından və ya baş verən hadisədən asılı deyil. İnsanın ona baxış açısından asılıdır. Hə. İnsanın stresini hadisə yaratmır. Adını çəkməyəcəm, bir nəfərdən biri demişdi ki, bəs deyirlər ki, uşaqlıq travmasıdır. Nə var ki, uşağın üstünə qışqırdılar da. Uşaq balaca bir varlıq deyə, uşağın biz adi belə üstünə qışqıranda onun enerjisi uçub gedir o tərəfə. Onun 10 qram enerjisi var da. Sən onun üstünə qışqırırsan, orada bir dənə belə mental bədənində, indi o haqqda da danışarıq, mental bədəndə belə bir çapıq yaranır. O çapıq qalır orada. Ta ki o uşaq böyüyüb, ona normal baxana kimi. Yəni bunu mən misal çəkmişəm həmişə. Uşaq vaxtı oyuncağımızın hansısa bir hissəsi qırılır. Biz hönkür-hönkür ağlayırıq. Baxış açısı aşağıdır da. Təbii dünya görüşü hələ yoxdur, hələ formalaşmayıb. Böyüyürük, böyük maşınımızın təkəri qırılır və biz yenə də ağlayırıq. Halbuki eyni şeydir. Başa düşdünüz nə demək istəyirəm? Yəni sizin stressinizi yaradan hadisə deyil. Sizin baxış açınızdır. Siz əgər ona belə gülərək üstündən keçsəz, bunu belə deyim, özümdən də deyirəm, mən də tam o deyiləm. Danışmaq rahatdır. Tam da o deyiləm, mən də istəyirəm, uşağa da istəyirəm, iş yoldaşlarıma da istəyirəm, nəyəsə yolda kimsə maşın şeydir, onu da istəyirəm, normal bir şeydir. Amma biraz sonra onu gülüb, gedib qayıdıb orada bir də gülürəm yəni. Ən azından yadıma düşəndə. Sadəcə artıq əvvəl, məsəl üçün, deyək ki, 1 il əvvəl Erkin 10 dənə hadisədən 9-una hirslənirdisə, indi 5-inə hirslənir, 5-inə gülür. 10-da 10 olanda, hər bir şeyə gülüb keçəndə adamlar var, deyir, bu sırtıqdır, buna heç nə olmur. Həqiqətən də sırtıq təbii dünya görüşünə malikdir. Yəni biz səslənsə də, bivec adamlar olur, bunun heç nə vecinə deyil. Bağırdan top kimidir də adam, heç nə vecinə deyil. Yəni pandemiya dövründə də baxa bilərsiniz, ən sağlam insanlar və heç bir xəstəyə tutmayan həmin adamlar idi. Bizim sırtıq və bivec dediyimiz adamlar. Kimi mental bədənimizdir. Mental bədən nədir? Mental bədən yaddaş bədənidir. Yəni Əzələ yaddaşı? Xeyr. Yox, ha. Ruhi yaddaş. Ruhi yaddaş. Ruhi yaddaş, bəli. Kainatda ümumiyyətlə hər bir maddə, hər bir zərrə, elə bir şey yoxdur ki, o enerji və informasiya daşımasın və iz buraxmasın. Məsəl üçün, Quranda da var da ki, sizə filan kəslər və yaxud da ki, filan şeylər şahid gətiriləcək. Mən onu əvvəlki dövrlərdə oxuyanda mənə qəribə gəldi ki, bunu necə canlandıracaqlar, necə olacaq, bu necə diriləcək. Əslində oradadır da, necə ki, məsəl üçün, siz kompüterə girdiniz, kompüterdə istənilən fayla baxsaz, onun yaranma tarixi var, dəyişdirilmə tarixi var, onun üzərində nə işlər görülüb, hamısının belə bir izi var. Tarixçəsi var. Təyyarə uçuruyor göydən. Bəli. Təyyarənin arxasında ağ iz buraxırıq. Biz mayalanma dövrümüzdən, ana bətnində mayalanma dövründən ta bu günə kimi bir kağız olsaydı çəkib göstərərdim. Belə bir belə sosis formasında deyək də, belə bir iz buraxırıq və bütün orada hər bir şeyimiz yazılır. Düşünün ki, diskləri, DVD-ləri, diskləri belə saniyədən də aşağı, o milli saniyədən də aşağı belə formada hamısı orada disklər şəkildə yığılıb. Və o sağlam adamda o tam dairə olur. Yəni, bir operator girib insana baxanda, skan eləyəndə,
İndi elə bir cihazlar yoxdur. Təəssüflər olsun ki, bu haqqda da danışanda gəlirlər ki, elmlə sübut elə. Yəni, sənin cihazın, süni cihazın o təbii tezliyə qalxa bilmir də, elə bacarmır. Nə vaxtsa bacarmar, bilmirəm. Hətta 1956-cı ildə məndə alimlər, hadisələr yadımda qalmır. Hadisənin özü, mahiyyətim yadımda qalır. Bir sualtı qayığın cihaz kəşf edib qoymuşlar içinə. Deməli, bu sualtı qayıq ondan qabaq 3 gün ərzində amma. 3 gün ərzində ondan qabaq həmin nöqtədən keçən sualtı qayığın tam, belə deyim, skan eləyib formasını sudan informasiyasını götürüb cihaz vasitəsilə çatdırırdı ki, orada neçə adam vardı içində, hansı silahlarla təchiz olunub, forması nədir, motoru nədir, hər bir şeyini. Yəni, su özü informasiya və enerji daşıyandır. O izi oradan skan eləyib ata bilirdilər cihaza. Aydın. Yəni, bu var, internetdə maraqlanan gedib maraqlana bilər. Gələk mental bədənə. Yəni, mental bədəndə biz həmin stres eləyəndə, mental bədəndə düşünün ki, bir kalbasadır və bir sosisdir. Kimsə ora bıçaq salıb çıxardıb. Amma orada yara qalıb. O yanlış dünya görüşünə görə, yanlış reaksiyaya görə. Əslində, hadisənin özü bir şey deyil də. Uşaq idi, maşının təkəri qırılmışdı. Və yaxud da ki, kuklasının qolu çıxmışdı. Bu onu hönkür-hönkür ağlamışdı, reaksiyası yanlış olmuşdu. Orada bir iz buraxılıb. Anası qışqırıb, müəllim qışqırıb, biraz böyüyüb, sevgilisi atıb, xəyanət olub, sonra işdən qovublar və s. Bunlar hamısı belə-belə toplanır və indiki zamandan insan enerjisi ora axır. Daima elə bir ki, oranı doldurmağa çalışır. Sadəcə ora o vaxt olur ki, insan gedir ora, o karmik korreksiyalar deyirlər. Karmik korreksiyalar əslində budur. Yəni, gedirsən ora, artıq böyümüsən də. O hadisəyə səmimi şəkildə, hətta yadıva salıb hönkür-hönkür bir də ağlaya bilərsən, reallaşdıra bilərsən və oranı bərpa eləyəndən sonra sənin indiki zamanında cismani bədənində yaranmış problem artıq aradan qalxır. Sən yaralar sağalır. Yəni, bizim uşaqlıqda bədənimizə bir yara düşürdü. Onu biz nə edirdik ki? Gündə ağacdan yıxılırdıq, ora cızılırdı, burası öz-özünə bərpa olurdu. Biz ona nəsə həkimə gedir. Bəli, baxmırdıq. Çünki bizim enerjimiz o qədər bol idi, o qədər şən idik. O bizim vecimizə deyildi. Biz artıq böyüdük. Həm də bizim bu matrisalar, düzgün qoyulmamış həyat hədəfləri, mən özüm də keçmişəm bunu. Başa düşürsünüz? Yəni, bu mənim həyat təcrübəm üzərindən çıxış edirəm. Belə nəzəriyyə deyil bu. Ki, mən o şeylərdən o qədər keçmişəm, baxmışam ki, mən orada səhv eləmişəm deyənə, bax, bu baş verib, burada bu baş verib, burada baş verib. Biz elə bir ki, qırmızılardan keçə-keçə qalırıq da, yəni. Peşəkar video və podkast çəkilişlərinizi ən son avadanlıqlarla təmin olunmuş Biznesgar komandasına həvalə edə bilərsiniz. Həmçinin çəkiliş üçün otaq və səs avadanlıqları, kamera və işıq aksesuarlarının icarəsi mümkündür. Hazırda 36 yaşım var. 32-yə qədər yaşadığımı bilmirəm. Ondan sonra başlamışam deyənə bu terapiya falan. Ondan sonra indiki illərimi sayıram. Ondan qabaqkını saya bilmirəm. Amma bir sistem var. Biz bu sistemin içindəyik. Biz ora gələ bilmirik. Hələ də sən işləyirsənsə, hələ də sənin öhdəliklərin varsa, sən 9-6 rejimindəsənsə, sən onu tuta bilmirsən söhbəti. Bəli. Razısınız mənlə? Bəli. Bu sistem bizi baxın, hisslərimiz başqa yerə aparır. O bədən qalıb üçün arasında da ruh, bədən, beyin arasında qaldı. Hisslərimiz başqa yerə aparır. Beynimiz başqa yerə aparır, bədənimiz başqa yerə aparır. Bəli. Nəticə ilə görürük ki, gün bitib, biz heç nə eləməmişik. Özümüzə vaxt qalmayıb. Özümüzə vaxt Əslində mən də demək olar ki, ömrümün böyük hissəsini elə yaşamışam və işdən ayrılanda da hətta o biraz onu yaşadım ki, indi nə olacaq, necə olacaq. Hətta evdə də soruşdular, necə olacaq, bilmirəm. Amma yaxşı olacaq. Yəni, bu gün də mən buradayam və həqiqətən də hər bir şeyin xeyrə yönəlik olduğuna şahidəm həyatımda. Belə deyim də, zamanı gələndə, siz tam yetişəndə o istədiyinizə çatacaqsınız. Hələ ki, sizi döyürlər. Mənə də çox döyüblər. Yəni, bir dənə də kontent çəkmişdik biz qılıncla bağlı. Deyir, qılınc keçmişinə baxanda başa düşürdü ki, onu nəyə görə bu qədər döyürdülər, gah soyuq suya soxurdular, gah alova soxurdular. Yəni, axırda qılınc nə olur? Kəskin bir qılınca çevrilir də. Yəni, bizi döyürlər ta o vaxta qədər ki, biz artıq qılınca çevrilək. O ruhun istədiyi bir təcrübəyə və bilgiyə malik olaq ki, artıq bizə qorxmayaq, cəsarət olsun.
Ruhun istədiyi bilgiyə bunu biraz necə deyə bilərsən? Ruhun istədiyi Ruhun belə deyim də, məsəl üçün hər bir insanın özünə görə gəldiyi bilgi və təcrübəsi olur. Məsəl üçün mən gəlmişəm, məsəl üçün deyirəm də, keçmiş həyatımda 3-cü sinifə kimi oxumuşam. Mən indi 4, 5, 6, 7 çatsam 11-ə kimi oxuyacam. Gəlir o həmin hissəni missiya qoyur, həmin missiyanı keçir. Adam da var ki, artıq magistrdir. Magistrdir, yəni gəlib yüksək ruhlu adamdır. Bunu aparıb salırlar ki, sən get, nə bilim, riyaziyyat müəllimi ol. Bu magistr deyə, bu riyaziyyat, bu məntiqi şeylərlə olur, bu yaradıcı adamdır. Bu ən yaxşı halda rəssam və ya memardır və yaxud da rejissordur və yaxud da artistdir. Yəni, yaradıcı insanların çoxsu baxsaz, yüksək ruhlu adamlardır. Sadəcə onların da həyatlarında, o sosial həyatlarında alınmayan şeyləri dünya görüşünə bağlıdır. Adamlar o xoşbəxt tərəflərini tapırlar həyatlarında, o yaradıcı tərəfini. Bu tərəfini yerləşdirə bilmirlər. Yəni, ümumiyyətlə bir şey bilmək lazımdır ki, insan 3 fərqli qütbə ayrılır. Bir ruhi, yəni bu bizim bu yüksəklikdə gedən belə də xətt çəksək əgər bu xəttədir. Bu sosialdır, qulaqlarımızdan belə xətt çəksək. Əslində xaç işarəsi də odur həm də, yəni belə eləyirlər. insan. Ruhi və bioloji müstəvilər. Bir də önə gedən və belə çəksək oxu belə, bu da insanın cismani bioloji müstəvisidir. 3 müstəvinin bütünlüyündən yaranır insan və bu 3 müstəvinin balansını qorumaq lazımdır. Birini əskiklik verəndə artıq o çarx işləmir də, o həmin o 3 dediyimiz 3-dən biri axsayanda adamlar var ki, onun üçün problem deyil. Məsələn, Səttar Bəhlulzadə. Onun ruhu yəni bir havalarda uçan bir adam idi. Yəni əsərləri var idi. Onun üçün sosial həyat sıfır mahiyyət kəsb eləyirdi. Ya Əliağa Vahid olsun. Hə. Ya Hüseyn Cavid olsun. Nəsimis olsun. Yəni baxırsınız ki, bu adamların, yəni ya peyğəmbərlərimiz olsun hamısı. Yəni o səviyyə elə bir səviyyədir ki, sən bütün kainatla vəhdətdə olursan, sənə buradakı hansısa iPhone, nə bilim hansısa bir maşın belə boş bir şey kimi gəlir. O dəyəri yoxdur sənin üçün. Mən bir dənə çox uzun illər bundan qabaq biz əvvəl Yeni Günəşdə qalırdıq 10-cu mərtəbədə. Oradan belə aşağı baxdım, həyətdə də qonşular biri ev tikir, biri ilə maşınla eləyir. Hamı o maddiyyatın içində qayma-qarışıqlıqdadır. Yuxarıdan belə baxdım və kimsə daşı çıxardır, ora qoyur, daşı qazırlar, sonra ora başqa daş qoyub qaldırırlar. Belə bir o vaxt sosial şəbəkələrdə var idim, sonra çıxdım. Orada yazmışdım ki, əslində biz daşların fərqli formaya salınmış şeylərdən ötürü həyatımızı tükətirik, xərcləyirik. Yəni belə götürəndə hər şey daşdan əmələ gəlib də, daşın müxtəlif formalarıdır da bu. Biz ondan ötürü bütün həyatımızı xərcləyirik. Sual gəlir ki, bəs sosial həyatı neyiniyə, bu rutinləri necə yaşayaq? Təbii dünya görüşü ilə getdikcə addım-addım. Artıq sən elə bir səviyyəyə gəlib çatırsan ki, sənin dünya aləm vecib olmur. Dünya aləm vecib olmur. Hə, olmur. Necə uşağın sənin vecin olmasın? O mənada yox. Hə. Səndə narahatlıq qalmır. Sən rahatsan artıq. Sən bilsən ki, sən əmin əllərdəsən. Sən qoruyur səni. Təbiət, kainat yaradan. Həmişə. Həmişə. Hər yerdə. Hər yerdə. Bəs narahatçılığı bizə verən kimdir? Biz özümüz. Yanlış dünya görüşü. Axı içimizdədir o bizim. Düzəlməyib də. Düzəlməyib. Biz Yəni həmin gəlib sağlamlaşır. çıxırıq uşağın oyuncağı ağlamasına. Əvvələ. Bəli. Biz hələ böyüməmişik. Böyüyəndə artıq hər şey rahat olur. Məsəl üçün mən bura gəlirdim. Siz mənə konum atmısınız da, maşından gəlirəm. Bu dəfələrlə olur. Bu sadəcə gərək mən bir də video çəkim. Sadəcə yəni özü qəsdən eləyib də. Mən gəlirəm. Mən bilirəm ki, burada maşın saxlamaq çətin məsələdir. Yer tapmaq çətindir. Ona əminəm də, yəni məntiqi tərəfdən. Amma o tərəfdən bilirəm ki, mütləq şəkildə mənim üçün orada yer var. Mən qabaqda saxlamaq istəyirdim. Məntiqlə düşünürəm də. Birinci məntiqə girdim ki, bir dənə boş yer olsun, saxlayım, biraz uzaq saxlayım, amma qoy yer olsa girim. Heç bir yeri olmaz. Sonra birdən ağlıma gəlir ki, Ayırkin, sən axı böyümüsən. Sənin üçün yer var da, sən nədən narahatsan? Gəldim, yeri saxladım və uşaqlara şəklini də çəkdim. Dedim, baxın uşaqlar, zeytun ağacının altında
Mənim üçün yer saxlayıb. Gəldim düz burada yaxınlıqda maşını saxladım. Halbuki çox qabaqdan mən məntiqlə yer axtarırdım. Erkin bəy, ailə münasibətlərində biraz sanki bunu buraxmaq olmur axı. Məsələn, yoldaşla münasibətdə, övladlarını qorumada, övladlarını yönləndirmədə məsuliyyətin var sənin. Sən bilmirsən axı necə icra edəsən. Yox, məsuliyyətsizlik demirəm ki mən. Hə. Yox, bilirəm, məsuliyyətsizlik demirsiniz. Sadəcə bizdə ümumiyyətlə həm həyat yoldaşları arası, həm uşaqlara münasibət yanlış matrisalar üzərində qurulub. Demək istəyirsiniz ki, bütün həyatımız yanlışlar Yox, üstündə biz necədir bu fərqli ölkələrdə bunlar fərqlidir. Təbiətdə də tam fərqlidir. Təbiətdə birinci özünsən. Birinci özümə. Bəli, birinci ruhunuzdur, özünüzsüz. Ondan sonra sizin 100%lıq götürsək, bütün digər insanlara və sahələrə cəmi 20% artır oradan pay verməyə icazəniz var. Siz o 20%-i aşırsınız və orada problem yaranır. Bu uşağa da aiddir. Yəni düşünün ki, siz bir 100 tamdan ibarətsiniz. Gəldiniz işə 20% verməliyik. Bəli, 80 özünüzü tam işə vermək olmaz. Xəyanətdir ruha. Özünüzü tam ailəyə vermək olmaz. Xəyanətdir ruha. Şəkər xəstəliyinin, digər xərçəng xəstəliyinin, ağır xronik xəstəliklərin başında bunlar durur. Ruha xəyanət durur. Ruhun maraqlarına uyğun yaşamamaq durur. Sən bütün layihəni aparıb atmısan hansısa bir uşağa və yaxud da ki, həyat yoldaşına və yaxud da işə. Yaxşı, bəs necə olmalıdır? Dedim də 20%. 20% verdiyi övlada. Bəli. 20% işə. Elə yox. Yəni nə mənada 20%? Yəni hər dəfə siz ki, özünüzün tamını verməyəcəksiniz də uşağa. Aha. Həmişə elə bir ki, o tam bölünmədən danışmıram mən. Yəni münasibətdə siz başa düşməlisiniz ki, 80% həmişə özünüzsüz, 20% odur. Sizin həyatınızda yeri 20%-dən çox deyil. Bu belədir. Övladımız deyə bizim. O qədər azdan. Övladınızda onun öz ruhu var. Siz o ruhunu da qoymusunuz inkişaf eləməyə. Qabağını kəsirsiniz. Mənim çox yaxın qohumum, yəni valideynləri tərəfindən 3-4 dənə fərqli ali məktəblərə zorla yönləndirildi. Axırda adam memar oldu. Əl qabiliyyəti, yəni atı plastilindən uşaq vaxtı elə düzəldirdi ki, damarları görsənirdi. Bunu necə həkim, bunu necə mühəndis eləmək olar? Bunu necə riyaziyyatçı eləmək olar? Başqa siz valideynlər elə bilirlər ki, hər şey düz eləyir, düz eləmirlər. Siz bir dənə baxın da heyvanlara. Nəyinir? Yumurtanı qoyur, bala çıxır, uçmağı öyrədir, ağzına yemək çatdırır, buraxır. Sonra o bir dənə bitki var ya, adı var, mən ona üfürgən qoymuşam adını. Azərbaycanca adı yoxdur. Yoxdur. Üfürgən qoymuşam adını. Uşaqlara demişəm ki, o vaxtda məqalə yazanda onun adını üfürgən qeyd eləyək. O nəyinir? Öz valideynin yanına, valideyn uşağı bunun böyründə bitməsin deyənə belə bir çətir düzəldir, uçdurur, gedir o tərəfdə bitdirir onu ki, yəni burada kölgəsi altında məhv olmasın. Onda biz buraxmalıyıq. Əlbəttə ki, 21 yaşından sonra mütləq buraxmalısınız. Siz bərabər hüquqlu şəxsiyyət və əməkdaşlıq müstəvisində münasibətinizi bərabər davam etdirə bilərsiniz. Ondan başqa digər münasibətlər hər iki tərəfdən təbiətə yanlış, təbiətə ziddir. Bəs yoldaşımızla münasibəti necə saxlamalıyıq? Məsələn, veririk elə özümüzdən, ailəyə veririk. Sizinlə 20%. Münasibəti tarazda necə saxlayırsınız yoldaşınla? Mən deyim ki, tarazda saxlayıram, yalan deyərəm. Çətin məsələdir, həqiqətən. Yaşaya. O əlbəttə ki, o çox çətin məsələdir əslində. Çünki sən yönəlirsən bu tərəfə. Bu mənim də indiki işim, əvvəlki işlərimdə onsuz da elə olub. Mən işi evə işə qatırdım. Başqa cür alınmırdı. Çünki mən elə bir sahədə işləyirdim ki, mən 24 saat telefonum açıq idi. Mən Azərbaycan futbolunun beşiyi Neftçi Futbol Klubunda işləmişəm 15 il. Və orada da o təşkilati işlərə baxırdım. Yəni kimsə uçur, kimsə gəlir, biri Braziliyadan gəlir, orada da saat fərqlidir, bizdə fərqlidir. Yəni mən işi evdən ayıra bilmirdim. Bu problem yaradır. Ya da gedirdik harasa gəzməyə, telefon girdim. İndi də bu sosial şəbəkələr yenə də eyni şeydir. Bunun qaydasına salmağa çalışacağıq.
Əslində bunu saatlara bölmək lazımdır. Başqa cür alınmır. Günümüzü. Bəli, başqa cür alınmır çünki. Bunu necəsə saatlara bölmək lazımdır. Məsəl üçün mən müstəvilər üzrə deyə bilərəm ki, biz bayaq dediniz ki, biz necə olaq, sağlam olaq. Günümüzün 24 saatı var da, düzdürmü? 8 saat 3 yerə bölürük, 3 müstəviyə böləcəyik. 8 saatını cismaniyə bölürük, yəni yatmağımıza. Yəni normal yuxu bilin ki, artıq sizin belə deyim, ən böyük bədəniniz üçün ən yaxşı elədiyiniz bir şeyə belə quş qoya bilərsiniz ki, mən bunu elədim. Aha. Digər 8 saatı sosial həyat, iş, ailə və s. və axır. Amma ailəni bu bir tərəfə də sala bilərik. Digər 8 saatda ruhi məsələlər, dünya görüşü məsələləri. Ruhi müstəvi. Niyə? Necə eləyək? Sıfır nədən Konsertə gedə başlayaq? bilərsiniz, kinoya baxa bilərsiniz, istirahət olmalıdır, ruh razı olmalıdır, qidalanmalıdır. Bir həzz almalısan. Bəli, Kef ruh elə. get otur gölün qırağında balıq tut. Ruh qidalansın, ruh rahatlasın. Ruh görsün ki, sənin kefin yaxşıdır. Kefin kökdür. Kefin kök sözü də indi ağlıma gəldi. Kefin kök əksində həmin o mental bədən o kök olmalıdır. Yəni arıq sıxılmış olmamalıdır həm də. Maraqlıdır. Hə, yəni kök formasındadır da bizim mental bədənimiz, izimiz. Yəni onu doldurmaq lazım. Biz həmişə kök olmalıyıq. Energetik və informatik kök olmalıyıq. Emosional kök olmalıyıq biz. Köklü yox, xəstəlikdir. Əslində xəstəlikdir, əslində qorxudur köklük. Energetik, informatik zədələrə qarşı bədənin yaratdığı bronjilet deyək də, bronjiletdir. Yəni o gedirlər müxtəlif yollarla arıqlamağa çalışırlar. Bizim o paketdə də bu haqda bilgilər var. Arıqlamağa çalışırlar. Süni müdaxilə olur da. Süni müdaxilə ilə götürürlər onu. Bədən isə yaşamaq istəyir axı. Bu bilir ki, bu təki ilə, bu bədənlə bu öləcək. Təzədən o bronjiletini təzədən geyinir əyninə ki, amandır, öldürəcəklər bizi. Yəni çox yaxın insanlarım vallahi belə pis çıxmasın, getmədikləri yer qalmayıb. Mənim yanıma doğmalarım deyə mən hamısına belə baxıram. O Elşənin Bir Qalan Sirri filmindən həmişə çəkdiyim misal var da. Elşən kəməri belinə taxır, bağlanmır. Deyir ki, kitablar oradan görür ki, sən bizə hələ oxumamısan. Mən də həmişə deyirəm ki, siz mənim hələ kitabımı oxumamısınız. Oxumuşuq da, deyirəm, yox, oxumaq elə yox. Belə, mənimsəmək. Mənimsəyəndən sonra sən artıq başa düşürsən ki, sənin ciddi problemlərin hardadır, hardan gəlir. Erkin bəy, bir ruhun keçmiş həyatdan cəzalı olduğunu görmək üçün, misal üçün, necə bilə bilərik ki, bu ruh cəzalı ruhdur? Göstəricisi var bunun? Birinci, cəza və bu günah və savab, cəza, bu belə şeyləri içinə girək, açıqlayaq ki, cəza nədir? Yəni, bir çox hallarda əslində cəza deyil bu, yetişməyimiz üçün olur. Yəni, çox yüksək ruhlar, çox çətin bir şərait və zaman seçirlər, iddiaçı olurlar ki, mən bura girəcəm və buradan çıxacam. Yəni, əgər biz cəzanı pis yaşamaq, çətin yaşamaq, bir ömür, belə deyim, zülm içində yaşamaq kimi qəbul eləsək, onda bütün peyğəmbərlərimiz deməli cəzalıdır. Yəni, onlar qədər və yaxud dahi insanlar olsun. Onlar cəzalıydılar mı? Yəni, Hüseyn Cavid cəzalı ruh idi mi? Yox. Müşfiq, Nəsimi, başa düşürsünüz nə demək istəyirəm. Yəni, cəzanı baxmaq lazımdır ki, bizim konkret bir məsələ üzərindən gərək baxaq. Mən ona belə bir tərif verəmmərəm ki, cəzalı belə olur. Ümumiyyətlə, mənim həmişə uşaqlara dediyim bir söz var. Heç bir şeyi qəlibə, standart paketə salmağa çalışmayın. Yoxdur elə bir paket. Elə bir, Nietzsche'nin belə bir qəşəng sözü var, bütün ümumiləşdirmələr yanlışdır, bu da daxil. Heç bir şeyə tabe qalmayın. Astrologiyası olsun, işləyir. Numerologiyası olsun, işləyir. Hamısı işləyir, bir yerə qədər. Bizim, məsəl üçün, bir astroloji xəritəmiz var. Biz dünyaya elə gəlmişik. O matrisanı özünüzdə saxlamayın. Məsələn, Astrofagorda rəqəmlər var da, indi məlumatınız var yəqin. Orada boşluqlar var. Var. O boşluqları doldurmaq lazımdır, düzdürmü? Matritsanda olan boşluqlar. Bəli, o Astrofagorda məsəl üçün 6 rəqəmi çatışmır. Mən 6 rəqəmini doldurandan sonra mən niyə təzədən özümü 6 əksikliyin kimi qəbul eləməliyəm? Mən artıq o deyiləm.
Mən erkin, dünyaya gələndə mənim ruhum bu xəritədə, bu formatı, bu şəraiti seçmişdi ki, mən burdan start götürəcəm. Startlı yer idi, o məkan idi, xəritə idi. Amma mən elə qalacam deməyib axı. Yəni mən hansısa bürcdə qalacam yoxdur. Mən 12 bürcün 12-sindənəm. Nəsimi nə deyirdi? Məndə sığar ki, cahan mən bu cahana sığmazam. Başa düşürsünüz? Yəni bizi o standarta salmağa çalışmayın. Yəni mənim tövsiyəm də izləyicilərimizə budur ki, heç vaxt, heç bir halda imkan verməyin ki, kimlərsə sizi, sən də birdi, sən beləsən. Yox. Mən elə başlamışdım. Mən uşaqlıqda elə idim. Amma məndə 9-a qədər hamısı var. Necə ki, sol əlimiz doğulmuşuq, sağ əlimiz isə dəyişmiş halımızdır. Eyni ilə bunun kimi. Bəli. Mən dəyərləndirirəm. Yəni bunu yenə deyirəm, hansısa bir qəlbə salmaq lazımdır. Hətta bir dənə şərhdə də biri yazmışdı ki, qəlblə zadla belə nəsə bir şeylər yazmışdı. Mən də yazdım ki, qəlbinizin səsini dinləyin də, yəni qəliblərdən çıxın. Yəni insanı yaradan azad yaradıb. Təkrarsız və bənzərsiz yaradıb, özü kimi yaradıb. Bunu başa düşmək lazımdır. Yəni biz elə bir yüksək varlığıq ki, biz nə bilim, biz düşünün ki, qartallarıq, gedib başımızı soxmuşuq hinə. Özümüz bizi heç kim ora salmayıb. Biz eləmişik bunu. Və biz də oradan çıxıb başa düşməliyik ki, biz qartalıq. Biz azad quşlarıq. Erkin bəy, bəs nə üçün xəstə uşaqlar var? O da bu yenə də eyni qəbildən sualdır. Yəni çox dəyərli, çox yüksək ruhlu Mir Mövsüm ağa. Yəni onlar özləri belə seçiblər gəlməyi. Onun belə deyim də içini açmaq mənə düşməz. Bilgim var, amma içini açmaq mənə düşməz. Amma yəni yenə də həmin məsələyə gəlib çıxırıq. Yəni iki tərəfi də var. Hətta səhv eləmirəmsə İngiltərənin baş məşqçisi var idi. O demişdi ki, bu dünyaya şikayət, nə bilim, xəstə gələn insanlar keçmiş həyatındakı günahlara görə belə olublar və onun baş məşqçisini atdılar barə və düz elədilər mənə görə. Çünki standart paketə saldı. Olmaz elə eləmək. Ola da bilər, olmaya da bilər. Bəli də, yoxdur axı bunun belə necə deyim, göstərgəsi yoxdur da ki, bu 100% belədir. Bəli, bəli. Bildiniz, yəni bu çox qarmaqarışıq. İndi mən erkinəm də, qabağınızda şükür Allah durmuşam, sağlam. Hər şey yerimdə. Mənim ruhumu kim təyin edə bilər ki, mən yaxşı adamam və ya keçmiş həyatımda yaxşı olmuşam və ya pis olmuşam. Adamlar var ki, yəni əzazilin biridir, hər şey də yerindədir. Hər şeyi yerindədir. Yüksək ruhlu adamdır mı? Bir düz nə demək istəyirəm? Bəli. Yəni ona görə qəliblərə salmaq lazım deyil. Ona görə bu şeyləri çox fərdi, konkret baxıb. Deyə bilərsiniz ki, Erkin bəy, bu adam necə adamdır? Yəni mən baxaram, deyərəm ki, bunun məsəl üçün karmik, nəslindən gələn karmik məsələlər budur, özünün ruhuna bağlı məsələlər budur, gedəcəyi yolda budur. Keçməsə belə olacaq. Yaxşı, Erkin bəy, mən necə adamam? Onu deməyək. Niyə? Onu siz özünüz təyin eləməyə çalışın. Başqasından fikir göndərməyin, mən yanlış göndərə bilərəm. Bəs Salaram sizi matritsaya. Bəxtiniz axı deyə bilərəm. O mənada deyə bilərəm ki, yəni bunun analizini aparıb. Bütün doğum tarixi, bütün mental bədənə baxıb, hara gedir, hardan gəlib, niyə gedir. Mental yəni bədən. belə deyim, bu İlkin təəssürat. İlkin təəssüratla ümumiyyətlə iki insan ilk görüşəndə cəmi 15 saniyəyə insanlar hələ salam verib bir-birindən danışmamışdan qabaq, ruhlar artıq 15 saniyə bir-birini belə deyim skan eləyib bir qərara gəlirlər. Sonra biz onun məntiqini atırıq, yox, elə deyir, bu yaxşı adamdır. Və yaxud da ki, yox, bu pis adamdır. Onda o 15 saniyədə bildiyimiz düzdür, hiss etdiyimiz. Bəli. Hətta Kim Milyoner Olmaq İstəyir verilişində Rusiyadan baxırdım ona. Orada deməli bir adam gəlmişdi, çox savadlı bir adam idi. Və suallara cavab verdi, məntiqlə getdi bir yerə qədər, bilgisi çatdığı qədər. Sonra bütün onun əlindəki o kömək, yardım üsulları qurtarmışdı. Deyir, mənim dostlarım mənə dedilər ki, mənim dostlarım var, güclü fiziklərlə kimlər. Onlar mənə dedilər ki, sənə sual gələndə cavabların içinə bax, ilk ağlıma gələni dinlə. Fikirləşmə. Bilmirsən, sualı oxuduğun sual cavabı bilmirsən. Bilmirsən də bunu bildiyin heç. Bunu bilmirsən. Bilmədiyin o cavabları oxuyanda ilk ağlıma gələn ona cavab ver. Adam 3 dənə, 4 dənə elə cavab verdi.
O birisində sonra girdi məntiqə yandırdı. Onda bu həyatda məntiqə girməyək. İnsanın sağ yarımkürəsi və sol yarımkürəsi var. Sol yarımkürəsi həmin o dediyimiz məntiqi tərəfdir ki, saniyədə cəmi 16 vahid informasiya hasil edir. Yəni məntiqdir, fikirləşir yavaş-yavaş belə. Sağ yarımkürəsi isə bu daha çox qadınlarda belədir. Yəni qadınların təbiəti belədir. Saniyədə 10 milyard vahid informasiya hasil edir. Ona görə bir qadın eyni vaxtda telefonla danışıb, yemək bişirib, oradan da paralel bir dənə də başqa bir şey haqqında da fikirləşə bilir. Və bu yaxınlarda belə bir mübahisə də düşmüşdü. Kişi qadından üstündür və s. Əslində bu məntiqlə götürsək, qadınlar kişidən o şeydə üstündür. Sadəcə peşədə nəyə görə kişilər daha çox o belə deyim, mahir ustadlar daha çox qabağa gedir. Çünki kişi məntiqi varlıqdır deyənə bir şeyə fikrini yönəldir. Qadın orada qala bilmir. Dəyişir. Qadın orada qala bilmir, axıra gəlir, yarımçı qoyur, keçir bura. Buradan keçir ora. O pərvanə kimi də orası bir yerdə qalmır. Amma bunların hamısında da bir yarımçıqlıqlar var. Başa düşürsüz? Ona görə də amma kişi gedir ancaq bu bir kişi enerjisini paylayır da qadın. İki dənə yerə bölünəndə artıq kişi donur. Xalsa. İşləmir. O kompüterdə 5-6 dənə proqramı birdən açırsan donur ha. Yəni kişi odur. Amma kompüterdə var ki 10-15 dənə proqramı açır və rahat da işlər, o da qadındır. Eynilə. Bu güzgünün belə bir sirli tərəfi var, mən bildiyim qədərindən. Amma biz bilmirəm, düz istifadə edirik, səhv istifadə edirik. Ümumiyyətlə bu güzgü olsun və yaxud da ki başqa bildiyimiz bir məlumatlar var da ortalıqda gəzən. Yəni əgər ona məcbur deyilsinizsə, eləməyin. Biz sadəcə məsələn bilgiləri veririk. Onun tam açıqlamasını ona görə vermirik ki, yəni çünki onun açıqlamasını versək o elə bir səviyyədə bilgidir ki, onu çox adam başa düşməyəcək. Sadəcə insanlarımızı xəbərdarlıq eləmək istəyirik ki, yəni belə bir şeylər var da, çalışın uzaq dayanın. Yəni bu yenə deyirəm, təcrübədən keçirilmiş, araşdırma aparılmış məsələlərdə kimlərsə deyə bilər ki, mən neçə ildir bunu eləyirəm, bir şey də olmur və s. və axır. Sən hansısa bir yolla qorunmusan və yaxud da ki, hələ böyüməmsən. Yəni, olur ki, uşaq vaxtı dəymirlər. Hə. Uşaq vaxtı olur ki, sən səhvlər eləyirsən, sən məsələn götürsən bir dənə pişiyin balasının başını kəsirsən, sənə ona görə bir şey olmur. Amma qeydə alındı da ki, sən pişiyin balasının başını kəsmirsən, qeydə alındı. Biraz böyüyəndə deyirlər, gəl bura, sənə cinayət işi açılıb, uşaqlıqda pişiyin başını kəsmişdin, gəl indi bunu ödənişini elə. Yəni 4 yaşından sonra, uşaq 4 yaşından sonra neyin eləsin, hamısı artıq məsuliyyətə cəlb olunur. 4 yaşından sonra? Bəli. Niyə 4-dən? Çünki 5 yaşında artıq ruhun o himayədarlığı ilkin qoşulub və himayədarlığa götürdüyü dövr başlayır. Yəni artıq ruh cavabdehdir. Yəni belə deyim də bir uşaq gedib, biz körpəmiz gedir ki, qonşunun şüşəsini sındırır. Biz gedir, bu onun pulunu kim ödür? Valideynləri. Burada da eyni şeydir. Yəni belə deyim də, Loro dilindən desək, bizim mənəvi, ruhi valideynlərimiz digər o şüşəsi sınan adamın ruhi valideynlərinə yuxarıdan ödəniş eləyirlər. Başa düşdünüz? Yəni onun qabağını alır ki, indi bizimkidir də hələ uşaqdır, böyüyür. Biz ödənirik. O yəni kainatda ümumiyyətlə hər bir şeyin mütləq şəkildə ödənişi var, qarşılığı var. Səbəb-nəticə qanunusu tabe olmadığı elə bir proses yoxdur. Ümumiyyətlə kainatda elə bir proses, elə bir hadisə yoxdur ki, fizika qanunlarına tabe olmasın. Hər bir şey qanunlandır, qayda ilədir. Möcüzə yoxdur. Möcüzə yoxdur? Yox. Möcüzə bizim hələ təbiətini anlamadığımız və yaxud da ki, hansısa bir alimin hələ kəşf eləmədiyi təbiət hadisəsidir, fiziki qanundur. Məsəl üçün, götürürük bir dənə pultu, bir televizoru, gedirik 19-cu əsrə və o pultu orada televizoru yandırırıq. Orada möcüzə olacaq. Həndə oldu. O orada möcüzə, amma möcüzədirmi? Xeyr. Möcüzə sadəcə biz bilmirik, o necə baş verir.
baş verdiyini necə bildikdən sonra artıq o sizin üçün möcüzə olmur. Ona görə möcüzə ümumiyyətlə yoxdur. Mistika dediyimiz şey yoxdur. Hamısı qanunlara tabedir. Bunu bilmək lazımdır. Bundan qorxmaq lazım deyil. Biz insanlarımızı hürkütməklə, qorxmaqla məşğul deyilik. Sadəcə biz başa salmaq istəyirik ki, hər bir şeyin qaydası var. Məsələn, dəstəmaz videosu çəkmişik. Adam deyər ki, torpaqla adam necə təmizlənə bilər? Yüksək düşüncəli insanlar, tezlikli insanlar, obrazlarla işləyə bilən insanlar artıq dəstəmaz alanda ona hətta su, torpaq da lazım deyil. Yəni bunu artıq xəyalən belə eləyə bilirlər və hətta sizə deyərdim ki, ondan da effektiv alınır. Mən bir sizinlə maraqlıdır İlkin bəy. Bu insanın deyirsiniz, böyüməyib hələ. Bəli. Hələ uşaqdır da biz ruhumuzdan böyüməyini deyirik. Bu böyümək üçün tez gedə biləcəyimiz bir yol var, yoxsa vaxtı gələcək biz böyüyəcəyik? Ona görə bu yenə də çıxırıq qəlibə. Mən ümumiyyətlə heç bir qəlibə salmağın əleyhinəyəm. Belə ki, belə olmalıdır. Yox. Onda misal üçün biz qəlibə salmasaq, Erkin bəy, yemək belə bişirilməlidir. Uşaqlar məktəbə getməlidir. Onlar da demirəm də, mən insandan danışıram. Yemək bişirməklə insan bişirmək biraz fərqlidir. Yeməklər belə inanın ki, qəlibə salanda dadlı çıxmır. O belə olmalıdır. Bədahətən olmalıdır. Çünki belə deyim, bir insanın əlinin enerjisi var da, onun ora duz tökməyinə, kimsə götürüb qaşıqla, enerjisiz bir adamın ora qaşıqla duz tökməyin fərqi, o yeməyin dadını təyin edən, bişirən adamdır. Şey deyil, ora qram qeyd olunmuş qəliblər deyil. Deyil. Onda enerjimiz də təsir edir dadına? Əlbəttə ki. İki adam eyni, istəsəz təcrübə apara bilərsiniz. Götürün, 5 dənə adamı verin, eyni çaydan, eyni sudan. Hamı çay dəmləsin və yaxud da yemək pişirsin. Və sonra onun dadlarına baxın. Çayın belə dadı fərqli olur. Bitkidə belə yoxlayın. 5 nəfər eyni bitkini, eyni toxumu, eyni torpağa, eyni belə fərqli dibçəklərdə əksinlər və qulluq eləsinlər. İnsan necədirsə o bitki də elə bitəcək. İnsan necədirsə bitki də elə bitəcək. Bəli. O cür olacaq. İnsanın həyatı, ruhu hansı yüksəklikdə, hansı aşağılıqdadırsa, enerjisi necədirsə o elə də ona təsir edir. Yaxşı, bəs enerjini nədən alaq? Nədən enerji alaq? Ancaq gülməklə, ancaq xoş yaşamaqla, ancaq təbii dünya görüşü ilə. Belə bir qanun var. O şey eləyin ki, o şey asan, tez və şən alınsın. Və o işi o insanlarla eləyin ki, yenə də o iş bu cür alınsın. Yəni bu üçlüyə tabe olsun. Asan olmalıdır. Təbii hər bir şey asandır. Bunun ən belə, necə deyim, qaçılmaz mənim çəkdiyim nümunə bir ədəb də səslənsə cinsi əlaqədir. Yəni cinsi əlaqədən sonra uşaq dünyaya gəlir də. Bundan asan şey var. Təbii şeydir də ona görə. Başa düşürsünüz nə demək istəyirəm. Bütün təbiətdə bu çox asan baş verir. Bitkilərdə belə. Yəni bir arı gəlir, ayağı ilə götürür, aparır, qoyur o birisinin yuvasına vəssalam. Və orada meyvə mələ gəlir. Neynədir? Ayı orada, arı 2 saat orada çəkiklə, lomla işləmədi ki. Başa düşürsünüz nə demək istəyirəm. O şey ki çətindir. O şey ki yorucudur. O şey ki sizə narahatlıq, bikeflik gətirir. O deməli qeyri-təbiidir, təbiətə ziddir və sizə lazım deyil. Onu eləməyin. Mənim çox əziz müəllimin Vahid Rızayevin o sizin kitabları təqdim elədim sizə. Onun quşlar haqqında bir dənə yazısı var. Mən onu demək olar ki, hər gün beynimdə fırladıram və o yazını dəfələrlə oxuyuram, gözlərim dolur da yəni. Adam orada quşları elə ifadə edir, indi danışan düşlərimiz biz olur. Orada deyir ki, quş gəlir deyir yuvasına, qar yağıb da yuvasına, ayağı ilə belə deyir, qarı belə təmizləyir, oturur orada. Yumurtasını qoyur, külək, günəş, heç vaxt narazılıq eləmir. Heç bir halda quş narazılıq eləmir. Təbiəti olduğu kimi qəbul edir. Mahnı da var, deyir, təbiətin pis havası olmur. Bizim yanaşmamız deyil pis, bizim yanlış dünya görüşümüzdür. Bu heyvanlarda o təbii dünya görüşü, belə deyim də, refleksiv də olsa, yəni, onlar aşağı tezlikli, düşüncəli varlıqlar da olsa, yaradan onları xoşbəxt yaradıb, hürrəm yaradıb. Əslində, Babəkin hürrəmilər hərəkatı da buydu, yəni.
Yeyib içib hər şey dağıdan deyillər. Adamlar azad idilər. Hür nədir? Azad olmaq. Azadlıq da təkcə bu azadlıq deyil, nə istəyirəm eləyim. Bütün o təbiətdə zidd matrisalardan, fikirlərdən, dünya görüşündən azad olmaqdır. Sən azad olandan sonra artıq sənə heç nə pis gəlmir. Sən bunu normal baxırsan. Mən uşaqlara misal çəkirəm. Deyirəm ki, yolla gedirsiniz, baxırsınız ki, bir it və ya pişik və ya quş təbii ehtiyacını ödəyir. Sonra əsəbləşirsiniz. Yox. Bu insanlar da belədir də. Bu bir insan da o hələ pişikdir, itdir də, hələ o ordadır. Sən onu görsən istəyirsən ona bax, plan gəz, üzr istəyirəm, eşşəklik elədi. O elədir də, indi hələ elədir, elə baxmaq lazımdır. Hətta mənim o əziz Vahid müəllimim, onun adının qabağında həmişə əziz ona görürsən, həqiqətən çox əzizdir bizim üçün. O maddəyə necə yanaşırdı görərsiniz. Mən hələ ora çatmamışam. Yəni adam bir dəfə mənim yanımda belə kağızı cırdı. Kağızı belə qoydu o birisi yana. Deyir, təşəkkür eləyirəm sənə. Yəni maddəyə, yəni bizim cansız və şuursuz və yaxud da ki belə də əşyaya bu dərəcədə sevgi ilə yanaşmaq bilirsiniz hardan gəlir? Bütün maddələrin içində Yaradanın işıq payı var. Yaradanın zərrəsi var, işığı var. O onu bilir və görür. Başa düşdünüz? Bizim üçün bu adi əşyadır. Onu görür, bir var hiss eləmək, o görür, konkret görür. Yəni qələmi belə deyir, atmayın. O qələm deyir, işıq daşıyır. O sizə yazmağa kömək eləyir. Biz necə davranırıq? Hələ əşyalar qalsın, biz az qala bir-birimizi it pişikdə yeyirik yalnız bir-birimizi. Biz bir-birimizin qədrini bilmirik. Qalmışdıq əşyalara. Ona görə də insan birinci ilk növbədə özünün bu egoizm deyil. Bunu egoistlik kimi heç kim qələmə verməsin. Təbii egoizm var. Təbiət yönümlü egoizm var. Birinci özünsən. Təyyarədə necədir? Məsəl üçün elan verilir də ki, qəza vaxtı ilk növbədə maskaları özünüzə taxın, sonra uşaqlara. Bunu niyə belə deyirlər? İncilin ayəsidir. Özünüzü xilas edin, ətrafınız xilas olacaq. Quran ayəsi, bir bəşəri öldürən bütün bəşəriyyəti öldürür. O bir bəşər özümüz isə biz özümüzlə məşğul olmalıyıq, özümüz böyüməliyik, özümüz inkişaf eləməliyik. Və bu həyatımızın hədəfi olmalıdır. Bizim onsuz da həyat missiyamız ruhun təkamülüdür. Bütün bu rutin, o yemək içmək, biz bura nə ilə gəlmişik? Enerji və informasiya ilə gəlmişik. Gedəndə də aparacağımız yenə də yalnız enerji və informasiyadır. Və orada, belə deyim də, o sorğu-sualda belə deyək, orada məsəl üçün baxmayacaqlar ki, sən iPhone-un bütün seriyalarını istifadə eləmirsən və yaxud da ki, iPhone haqqında bütün məlumatlara maliksən ki, bu necə işləyir. Orada baxacaqlar ki, sən həyati təcrübələrdə hansı bilgiləri yığmısan ki, gələcək həyatında sən o ilə gəlib daha xoşbəxt və daha sağlam yaşayasan. Yəni orada balla şərbəti ayrılırlar. Şərbət buraxılmır. Yəni hamımızın kainatda bir virtual kitabxanamız var bizim, hamımızın. Hər şəxsin özünün. Düşünün ki, bir arı pətəyidir. Arı pətəyinin o bir hücrəsi deyək də, biz hər birimizin o hücrəsi var. Biz o hücrəni doldururuq və inkişaf edirik. Onu doldurmalıyıq. Orada tələb olunan yeganə şey baldır. Yeri gəlmişkən Quranda da şəfa kəlməsi iki şeylə paralel keçir. Bir Quranla, bir də bal. Yəni şəfa, Quran və bal şəfadır insanlara. Quran isə həmin dediyim o doğru mənadır, doğru dünya görüşüdür. Aydındır. Bu sualı da verim, düşünürəm ki, tamamlandırmalıyıq. Artıq saat yarıma keçir. Deyirsiniz ki, ruhumuz gəlir, burada öyrənir, gedir ki, bir də təzədən gəlsin, daha kamil. Niyə gəlmək istəyir bura, yəni? Gəldi, çatdı, nə olur? Qəşəng sualdır. Vahid müəllimə istinad edərək deyə bilərəm ki, insan təkamül eləmiş meymun deyil, tənəzzül eləmiş mələkdir. Yəni biz yerə gəlmişik, bu haqda həm Vahid müəllimin kitablarında bilgilərlə tanış ola bilərsiniz, həm başqa bir alim, yəni deyirəm, alimlərin adı məndə yadımda qalmır, çox üzr sayın, amma internetdə tapa bilərsiniz, pulsuzdur. Yəni insanın əslində bu ekosistemə tərs bir varlıq olduğu yəni üzə çıxardır adam və insanın incə materiallı aləmdən bərk materiallı aləmə keçidini orada elmi sürətlə izah edir. Bunu
Mən də ilk dəfə Vahid müəllimdən eşitmişəm, onun yazılarında var. İstəyənlər tanış ola bilərlər, pulsuzdur, yükləyə bilər aqra.az saytında. Orada hər şey pulsuzdur. Heç bir kommersiya bir necə deyim, Məqsəd güdülmür. məqsədimiz yoxdur. Hə. Sadəcə insanlarımız bizim öz tariximizlə, o bilgilərlə tanış olmağı görə deyirəm bunları. Yəni ruh yenidən o mələklik məqamına yüksəlməlidir. Onun üçün təkrar gəlir ki, yetişsin. Orada hazır. Belə deyim də, düşünün ki, kompüterə və yaxud da ki, telefona hansısa bir tətbiq yazırıq və ya oyun yazırıq. Bir də göz tətbiq deyir ki, minimum tələblər. Bunlar olmalıdır ki, sən bunu istifadə edə biləsən də, yaza biləsən ora. Yəni o tələblər, minimum tələblər var. O tələblər yerinə yetiriləndən sonra düşünün ki, bir meymunun əlinə Kalaşnikov avtomatı vermisiniz. O da bütün adamı biçib gedər yəni. Yəni o sən bilməlisən, iradə azadlığı var axı. Yəni sən azad varlıqsan da, səni orada hökmüzər belə qoymuyor, belə geyəcəksən. Sən mələk olanda belə yenə də o qanunlarla və iradə azadlığınla sən yenə də hərəkət eləyirsən. Ona görə də yəni o məqama yüksəlmək üçün biz bu təkamülləri keçirik və hətta təkamül keçmiş ən yüksək ruhlar bir də dediyim kimi iddiaçı kimi yenə də yerə gələ bilirlər. Yəni yerə gəlmək cəzalıdır demək deyil. Mənasında deyil. Hə. Yəni deyirəm və qəlibə salmaq istəmirəm heç bir şey. Ki insanlar hansısa matritsaya bağlı qalmasınlar. Matrisaları əslində qırmaq lazımdır, üfüqü genişləndirmək lazımdır. O mən dediyim at gözlüklərdən açmaq lazımdır ki, sağa sola da baxaq. Bir dənə də sual verim. Bu sualdan cavab çıxdı. Deyirsiniz ki, mələk olmaq üçün. Axı mələklər insanlara xidmət eləyir. Qəşəng sualdır bu da. Mələklər insana hansı yöndə xidmət edir, ona baxmaq lazımdır. Mələklər insana yola gəlsinlər, yüksəlsinlər müstəvisində xidmət edirlər. Yoxsa bizim qulluqçular deyillər. Yəni bizim əl altımız deyillər. Yol göstərən mənasında. Yəni Qurandan götürsək ki, səcdə mələklər səcdə edildi. Yəni ümumiyyətlə Qurandakı mələkə kəlməsinin mənası istifadə edilmiş hər şeydir. Yəni Qurani mənası da, orada alt mənası, yəni fiziki hansısa bir qanadlı quşlardan söhbət getmir. Yəni məsəl üçün iblis səcdə eləmədi, sualını verərdiniz ki, niyə eləmədi? İblis egomuzdur bizim. Amma iblis yaxşı mələkdir. O mənada ki, o olmasa biz nə karyer eləmək istəyirik, nə özümüzü hansı bizə qarşı haqsızlıq olanda müdafiə eləyərik. Yəni bunları bilmək lazım. Sadəcə orada nədir məsələ? Biz egomuzu artıq həddini aşdıranda onu şeytanlaşmağa qoymalı deyirik. Yəni o şeytanlaşmasını artırmamalı. Bəli, onu həddində eləmək lazımdır. Bir dənə də sual verim. Belə bir şey var. Məsələn, bütün kitablar dinləri təbliğ eləyir. Bəs şeytanın kitabı yoxdur? Şeytanın kitabı elə deyil, dünyada. Dünya hamısı kitab. Yəni bütün qabağımıza çıxan bütün bərbəzəklər onun kitabıdır da. Əslində şeytan bir şey deyil, varlıq deyil. Şeytan sifətdir. Yəni hansısa bir varlıq deyil, elə bir varlıq yoxdur şeytan adlı varlıq. Elə bir şey iblis olsa yenə deyərəm hə. Amma şeytan adlı varlıq yoxdur. O iblisin dediyim həmin o sifətidir ki, gəlib ora çatır. Yəni bütün bu aldatmalar, bütün bu bərbəzəkli həyat, qəlblərə salınma. Bəli, bir də bir şey deyim, əsas məqamı budur. Yəni biz hər bir şeyə səthi yanaşmalı deyilik və heç bir səmavi kitabadır. Heç bir bilgiyə elə yanaşmaq olmaz. Gördüyümüz heç bir şey, yəni hər şey göründüyü kimi deyil. Hər şeyin 6 tərəfi var. Biz 3D deyirik də. Biz 3D-ni görürük və o 3D-nin arxasına da qərar veririk. Ki, orada elədir, elə deyil ora. Sən hardan bilsin ki, kubun arxası da bərabərdir. Bəlkə uzundur. Biz görmürük, ora qərar veririk. Amma hər şeyin 6 tərəfi var. Kubla yanaşsaq, yəni bir şəkil də var da, biri belə deyən, biri belə. Bəli. Həqiqət elə bir şeydir ki, onun hər tərəfini görməyə çalışmaq lazımdır. Biz iddiayıq, yox, bu doğrudur, elə deyil. Yəni Quranın özünü, İncilin özünü, ümumiyyətlə səmavi kitabları, bədii kitabları hərfi mənada, yəni şəkli mənada göründüyü kimi oxumaq birinci sinifdir də, yəni hələ o hazırlıqdır hətta.
ki, sən bunu oxu, sonra onun dərininə get. Həyat da belədir. Biz bunu görürük, məsələn, taxtadır, dəmirdir. Bunun içində proses gedir. Yəni fizikadan bilirsə, diffuziya qanunu bir-birinə keçmə. Qoyursan, onlar həmişə hərəkətdədir. Biz görmürük axı. İndi hansı alimlər, Allah onlardan razı olsun ki, bunu deyiblər. Yoxsa biz bu gün desəydik ki, mən bunun içində gedən prosesləri görürəm, bunun içində bütün hər şey hərəkətdədir, deyəcəklər ki, bu batil inanc yayır. Başa düşürsünüz nə demək istəyirəm? Yəni bu gün bizim təqdim elədiyimiz bilgilər hamısı bunun kimidir. Sadəcə əfsuslar olsun ki, bu süni intellektli, süni cihazlar onu göstərə bilmir. O da mənim günahım deyil. Bu belə olmalıdır da. Hə, yəni tapsınlar, göstərsinlər. Mənim dərdim də yoxdur kiməsə nəsə sübut eləyim. Yəni həqiqətən doğru olaraq biz heç vaxt kiməsə hansısa bilgini yeritmək və ya hansısa bir bu cərəyanı yaymaq kimi fikrimiz olmur. Heç vaxt heç bir nə dini olsun, nə başqa bir təşkil, heç vaxt heç bir şeyin üzvü olmamışıq. Həmişə də mənə deyirlər, sən filan kəslər kimi danışırsan, filan kəslər kimi danışırsan. Deyirəm, əgər mən hansısa bir sektanın, məzhəbin üzvü olsaydım, onun lideri olardım. Hə, yəni mən eləməliyəm, o məndən get, mənim dalımca gəlməlidir. Mən kimisə dalımca gedən deyiləm yəni. Aydındır. Düşünürəm ki, bir çox suallarımızın cavabını tapa bildik, amma bu azdır da, yəni suallar çoxdur. İnşallah qismət olar bir də görüşərik. Çox xoş oldu. Çox təşəkkür edirəm. Mən təşəkkür edirəm ki, mən bu əslində bunu deyir, əvvəldə deməli idim, sonda deyirəm. Sadəcə bu mənim üçün ilk çəkilişdir və ümumiyyətlə doğru yol doğru üçün bu gün çox həqiqətən möhtəşəm gündür, çox şərəfli gündür. Və bunu bizə layiq gördüyünüz üçün sizə təşəkkür edirəm. Bu möhtəşəm layihəyə bizdə sizə uğurlar arzulayıram. Mənim yenə də əziz Vahid müəllimin bir sözü var və bunu da istəyirəm izləyicilərimiz də evlərində divarlara assınlar, telefonlarında o status yerinə qoysunlar. Vahid müəllim deyir ki, bilmək istəyirsənsə, biz onu hətta doğru yol, doğrunun devizi kimi götürmüşük. Bilmək istəyirsənsə, bilmək istə. Yox, əgər bilmək istəmirsənsə, bilgi içərisində bilməzliyi axtarma. Yəni sən dirəşirsən ki, yoxdur. Bağlayırsan. Hə, bir bax da, bir gör nədir, necədir. Bir də bütün müəllimlərimə təşəkkür edirəm. Həm belə deyim, bu yer həyatındakı müəllimlərimə, həm ali qüvvələrə təşəkkür edirəm. Yəni məni gətirib bu yerlərə çıxartdıqları üçün. Yəni mən həqiqətən kameradan, çəkilişlərdən uzaq qaçan adam olmuşam həmişə. Təbiətimdən gəlir, xoşlamamışam üzdə olum. Neftçi futbol klubunda çalışanda da şəkil falan çəkdirəndə deyim ki, heç bir çempionluq kollektiv şəklim də yoxdur, səhv eləmirəmsə. Yəni qaçmışam həmişə o şeylərdən. Yəni işdə görmüşük, gördüyümüz işi gözə soxmağa da çalışmamışıq. Bilən bilir necə işləmişik. Doğru da elə idi. Yəni deyirəm 2012-ci ildən bu günə kimi bilgiləri insanlarımıza təqdim eləmişik. Video çıxana qədər yayılmamışıq. Həmişə 5 nəfər, 10 nəfər, hətta başqa adamların profilinə girib özümüzə bəyan basırdıq ki, bu yayılsın. Bir dənə video da var, başqa planetdən gəlirlər belə hello elə cəmaatlar görün. Biz özümüzü ona bənzədirdim. Yəni bir daha həqiqətən təşəkkür edirəm. Mənim üçün də çox xoş oldu, çox qəşəng suallar oldu. İndi izləyicilərimizə də bir şey demək istəyirəm ki, blok qoymayın bilgiyə. Bir şey qəbul eləmirsinizsə, bir şeyi hələ sizə çatmayıbsa, o demək deyil ki, o yoxdur. Mən də o yolu keçmişəm. Mən də əvvəl blok qoyurdum. Sonra artıq bu dahi müəllimlərimlə tanış olandan sonra istər indiki müəllimim Viacheslav Qubanovdan olsun, istər Vahid müəllim olsun. Yəni bunlarla tanış olandan sonra artıq mən başa düşdüm ki, mən çox şeyə lağ elədiyim şeylər səndimə var imiş, səndimə işləyirmiş. Sadəcə bir atın bir qırağa, qoyun qırağa ki, bu fikri eşitdim, qoy qalsın sonra baxarıq. Sonra qalsın baxarıq. Birdən-birə atmayın və yaxud da birdən-birə qəbul eləməyin ki, bu doğrudur. Hə. Çox sağ olun. Sağ olun. Çox sağ olun. Minnətdaram sizə. Sağ olun. Sağ olun.
Erkin bəyə təşəkkür edirik. Bizə hədiyyələr gətirib çoxlu kitablar. Bu kitablar, burada olan kitablar Vahid Rızayeva məxsusdur. Bu kitabların satışı yoxdur, amma bu aşağıdakı saytdan bu kitabların PDF-lərini götürə bilərsiniz və oxuya bilərsiniz. Sizi tanış edim. Belə bir kitabda kainatlardadır yaranışımız. Daha sonra ümidimiz sənədir. Yaranış haqqında söhbət 2-ci və 3-cü hissələrdir. 1-ci hissələri qalmamışdı dedi. Bu isə Vahid Rızayeva məxsus olan növbəti kitablardan biridir və yenə də bunun satışı yoxdur. Amma bu saytdan, aşağıdakı saytdan əldə edə bilərsiniz. Ondan da başqa Erkin bəy bizə çox maraqlı bir kitab da gətirib burada. İnsan orqanizminin istifadə təlimatı. Məsələn, bu çox maraqlıdır. Bu da həmin kitabın deməli CD-sidir. Hansı ki, burada müxtəlif başqa məlumatlar da, videolar da var. Bu kitab insanın özünü tanımasına, xəstəliklərin azalmasına, xəstəliklərin ümumiyyətlə birdən yox olmasına gətirib çıxardır və insanın özü öz bədənini tanıması üçün vacib olan kitablardan biridir. Oxumanızda fayda var.